Salam. Bir məsələ ilə bağlı danışmaq istəyirəm. Azərbaycan hökumətinin növbəti naqis hərəkəti ilə, naqis addımı ilə bağlı. E, Azərbaycan hakimiyyəti mənim TikTok səhifəmi Azərbaycan Respublikasının ərazisində yayımlanmasının qarşısını alıb və mənim TikTok səhifəm Azərbaycanda açılıb. Bir neçə gün idi ki, mənim TikTokda paylaşımlarıma xeyli az adam baxırdı. Bəyənmə sayı aşağı düşmüşdü, baxış sayı aşağı düşmüşdü və bu kəskin şəkildə aşağı düşmüşdü. Məsəl üçün, adətən 30 min, 35 min, 40 min, 1 milyon baxışda olan olub. Yəni 25-30 mindən aşağı baxış olmurdu adətən. Amma birdən-birə kəskin şəkildə aşağı düşdü və maraqlandım, başladım bunu araşdırmağa. Məlum oldu ki, Azərbaycanda mənim səhifəmin yayımı dayandırılıb tamamilə. Bundan əvvəl mənim səhifəm şikayət olunmuşdu, mənim səhifəmi bağlamışdılar. Bu ilə bağlı TikToka etirazımı bildirdim və TikTok mənim səhifəmi açdı. O vaxt Facebookda bir paylaşım eləmişdim, bu məni izləyənlər bilirlər. Amma ondan sonra sən demə, bunlar Azərbaycanda TikTokumun yayımını qadağan. Mənim videolarım Azərbaycanda açılmır, orada yazılır ki, regionda və ölkənizdə bu videoların açılması qadağandır. Yəni açılmır bu videolar. Məndən əvvəl deyəsən Mehman Hüseynovdan bağlı belə bir hadisə baş vermişdi. Təsəvvür edin ki, Azərbaycan hakimiyyəti Azərbaycan xalqının pullarını nəyə sərfləyir? Bir jurnalistin TikTok səhifəsini Azərbaycanda bağlamalı. Bunun üçün şübhəsiz ki, TikToka rüşvət verir. Çünki mən çıxışlarımda, mənim videolarımda TikTokun daxili qaydalarına zid heç bir şey etməmişəm. Heç bir zaman təhqirdən istifadə eləmirəm. Bir nömrəli şərtlərdən biri budur. Heç bir zaman dezinformasiya vermirəm. Heç bir zaman milli, dini, irqi, ayrı seçkilik çağırışları etmirəm. Və bu daxili intizam qaydalarına əməl edirəm. Sadəcə olaraq Azərbaycan hakimiyyəti ölkə daxilində danışan adamların səslərini kəsib, medianın səsini kəsib, araşdırmacı jurnalistləri həbsə atıb, etirazçı jurnalistləri həbsə atıb, həqiqəti deyən jurnalistləri həbsə atıb, qeyri-hökumət təşkilatlarını bağlayıb, siyasi partiyaların fəaliyyətini maksimal dərəcədə məhdudlaşdırıb və Azərbaycanda baş verənləri deyə bilən adamların sayı kəskin şəkildə azalıb. Azərbaycan hakimiyyətinin baskısı altında. İndi Azərbaycan hakimiyyəti ölkə xaricində olanları susturmağa başlayır. Və bu susturmaq Bayram Məmmədovu qətlə yetiriblər, Vüqar Rızanı qətlə yetiriblər, Vidadi İskəndərliyin qətlə yetiriblər, Məhəmməd Mirzəlini döyüblər, ölümə təhdid ediblər, neçə nəfər adam həbsdədir. Bloger Orxan Ağayevi döyüblər. Başqa adamları da, çoxlu sayda adamlar döyüblər. Biz xeyli adam var ki, şantaj ediblər, onlar qaçıb, mövqeyindən çəkilib geriyə, hakimiyyətə tərəf keçib, ümumiyyətlə yoxa çıxıb, heç bir mövqe bildirmir. Onlarla adamı Azərbaycan hakimiyyəti Avropada məhkəməyə verib, onları həbs etmək üçün milyonlarla pul xərcləyir şeylərə, vəkillərə, boş-boş yerə və bilə-bilə ki, bu məhkəmə proseslərinin heç bir hüquqi əsası yoxdur, heç bir nəticəsi olmayacaq. Buna baxmayaraq, Azərbaycan xalqının milyonlarla pulunu gətirib Avropada lotu-potu bu vəkillərə paylayırlar. Vəkillər də yaxşı loq tapıblar. Olan pulunu sömürürlər, əslində Azərbaycan xalqının pulunu yeyirlər. İndi də başlayıblar bu bizim Azərbaycanda çıxışlarımızın qarşısını almaqdan ötürü TikToka, Facebooka və digərlərinə rüşvət verməyə və bizim səsimizi kəsməyə. Bu mənim üçün bir şey deyil, yəni ki, bu qeyri-adi bir şey deyil. Məni oğramaqdan ötürü İlham Əliyev Gürcüstanın xüsusi xidmət orqanlarına 3 milyon dollar həcmində rüşvət verən adamdır. İndi də mənim səsimi Azərbaycanda eşidilməsin deyə TikToka, Facebooka, digər bu sosial platformalara rüşvət verir, onları satın alır və çıxışlarımıza qadağan qoyur. Əgər mən milli, irqi, ayrı seçkili salıramsa TikTokun dediyi kimi, yaxud da ki, etik davranış qaydalarına əməl eləmirəmsə,
Avropada da onun mənim çıxışım qadağan olunmalıdır. Nəyə görə Avropada göstərilir, dünya hər bir ölkəsində göstərilir, amma Azərbaycanda bu göstərilmir. Çünki Azərbaycan hakimiyyəti mənim çıxışlarımdan narazıdır. Mən nə bilim bu JEK müdürü filan kəsdi, bu nə bilim icra başçısının mavini 7 qoyun saxlayır kimi şeylər danışıb, yəni ki, oynamıram ortalıqda. Və mən bütün Azərbaycanda bütün bəlaların baiskarı olan İlham Əliyevdən danışıram və İlham Əliyevə çox yaxın olan ətrafından danışıram. Mən Emin Ağalovdan danışıram ki, Azərbaycan xalqının pulunu talayanlardan biri də odur. Yəni, kazino açır, filan şey açır, Emin Ağalovdan ötürü ayrıca qanun qəbul edirlər. Mən Dövlət Sərhəd Xidmətinə baş verən qanunsuzluqlardan danışıram. Bu Elçin Quliyevin xoşuna gəlmir. Mən deyirəm ki, İlham Əliyev sərhədləri narkobaronlar üçün açıq saxlayıb. Azərbaycan vətəndaşı keçə bilməyən yerdə çox sayda narkobaronlar keçir. Və mənim bu çıxışımdan sonra elə sərhəd xidməti bir-birinin ardınca sərhəddə narkotik tutur. Niyə ona qədər tutmurdunuz ki? Niyə ona qədər demirdiniz ki, 500 kilo narkotik tutmuşuq, 100 kilo narkotik tutmuşuq? Nə oldu? Bu çıxışlardan sonra başladı. Və bu tipli çıxışlar axırda İlham Əliyevin rejimi məcbur elədi ki, mənim səsimi Azərbaycanda boğulsun. Biz başqa yollarla Azərbaycan xalqına öz səsimizi çatdıracağıq və mən buradan mənə qulaq asan adamlara deyirəm ki, YouTube kanalına abunə olun. Bax, bu videonu YouTube'a yükləyəcəm, Facebook'da yerləşdirəcəm. Oradan keçin, YouTube kanalıma abunə olun və eyni zamanda da TikTokla bağlı məsələləri biz araşdıracağıq. TikTokun rəhbərliyinə, TikTokun mərkəzi ofisinə şikayət məktubu yazacağım və çalışacağım ki, araşdırın bu nə məsələdir. Bu TikTokun Azərbaycan segmentinin rəhbərliyinin rüşvətxorluğudurmu, yoxsa TikTokun verdiyi siyasi qərardırmı? Bunu araşdıracaq. Sağ olun.